Güc, sürət və texnologiya simfoniyasına hazır olun. Dünyanın ən sürətli 5 avtomobili qarşınızdadır. Birinci yerdə Bugatti Bolidedir. Trekə xas hiperkardır. Gücü V16 mühərriki ilə 500 km/saat sürətə çata bilir. İkinci yerdə Koenigsegg Jesko Absolut. İsveç hiperkardır, V8 ikili turbo mühərriki 1600 at gücünə malikdir və nəzəri sürəti 499 km/saat təşkil edir. 3. Yangwang U9 Extreme elektrik hiperkardır, 4 mühərriki cəmi 3000 at gücündədir və 496 km/saat rekord sürət əldə edib. 4. Bugatti Chiron Super Sport 300 Plus. Chiron'un gücləndirilmiş versiyası 8L V16 mühərriki ilə tarixdə ilk dəfə 482 km/saat həddini aşaraq 490 km/saat sürət göstərib. 5. SSC Tuatara Amerikalı superkardır. 1750 at gücündə Twin Turbo V8 mühərriki və döyüş təyyarəsi dizaynlı aerodinamikası ilə 475.0 km/saat sürət göstərə bilir. Və siz nə düşünürsünüz bu maşınlar haqqında?